deməli Malibu disklərdi. Müştəri məni səhər-səhər yığdı. Əslində bir-iki gün bundan qabaq yazmışdı. Gedib biraz qiymət ucuz olduğu başqa servisə alladıblar qaqaşı. Deyirlər ki, yəni o qiymət deyil, gözləyirsənsə o qiymət deyil, gözləmirsənsə 3 gündən sonra gələrsən o qiymətdir. Məndə bir dənə kəlmədir, yek kəlmədir. Mənə diski gəlib, indi hal-hazırda Avrobotka olacaq. O öz zavod rəngi. Zavod deyilər 3-4 dəfə rənglənir. İndi mən bunu neynəyəcəm? Təmizləyəcəm, sıfırlayacam, elə başlayacam. Bir günə təhvil verəcəm inşallah. Gəl. Ələkbər, çıx dədə, çıx görək. Deməli, bu Gəncədən gəlib. Gözəl Gəncəmizin diskləridir. Deməli, qaqaş, gedib avtoserviz, hə. Neyse, alladıblar da qısa konkret. Daha deməyəcəm hansıdır. Alladılar, 150 manat aparırlar ora, sonra çox müstafalar çıxardılar. Qaqaş gəldi, Dorxan, mən sənin köyünə müştərinə. Mənim bir dənə disklərimi ideal vəziyyətə gətir. Dərmanı atmışam. Bu vəziyyətə gətirib çıxartmışam. İnşallah ki, buna bir gözəl rəng vuracam. Öz zavod vəziyyətini eləyib qaytarıb verəcəm tərəfini. İzləmədə qalın, görəsiz son necə olacaq. Bu da dərmandan sonra çalın. Görüm canavar, görüm maşallah qar da yağır. Qar da yağır, deməli bu da Malibularımızdır. Qardaş, Gəncədən gəldi, 360 dərəcə. İdeal vəziyyətdə, yəni deyilən kimi ya. Deyib küləyən kimi yox, elə əsl deyən kimi. Deyirikdə, eləyirik də, maşallah olsun. 360 dərəcə rəngləmə və ən əsasda gördüyümüz şey 2 zəmanət. Anlatmayın qardaş, qiyməti ucuz deyib cəmaatı anlatmayın. Vallahi anlatmayın. Real iş belə olur. Maşın da buradır, müştəri də gözləyir. Vuracaq gedəcək. Xeyirli olsun. Mıkkı.